Qıvrıl otur yerində belə bir ifadə var. Yəni adlarını çəkdiniz adamlara. Bunlara deyirəm, bu tip adamlara deyirəm ki, qıvrılın oturun yerinizdə bu xalqın milli maraqlarının, əsəblərinin heysiyyəti ilə oynamayın. Yəni bu söhbət ondan gelir ki, o qıvrılma sözü ilanlara xasdır. O ilanlardan gəldi, onun mənası da var sözün ki, sən bilirsən ilansan, otur orada, qıvrıldığın yerdə otur, tərpənərsən başını əzərir səni. Bax, söhbət ondan gedir. Dayı sizi öldürəsi deyil ki, amma oturun yerinizdə. Oturun, siz xətt aparmağa cəhd eləməyin burada. Siz özünüzü dünya vətəndaşı kimi göstərməyə çalışmayın. Özünüzü dünyanın, siz Azərbaycanı siz təmsil edirsiniz. Siz ortaya çıxırsınız. Azərbaycanın milli platformasında, milli mənəvi dəyərlərinə dayanan insanlar təqdim eləməlidir. Nə bilim, onlar olmalıdır ortada. Və söhbət ondan gedir ki, belə olmalıdır. Bu praktika getməlidir. Və Azərbaycanda mən hesab edirəm ki, Azərbaycan rəhbərliyi, siyasi rəhbərlik də ən milli mövqe, mən hesab edirəm ki, Azərbaycan prezidenti İlham Əliyev sərgiləyir. Hər kəs də Azərbaycan namına çalışmaq istəyirsə, milli mövqedən çıxış eləmək istəyirsə, baxsın, görsün ki, nümunə kimi baxsın, görsün orada, çıxışlarına baxsın, sözlərinə baxsın, fikirlərinə baxsın. Başqa xətlə gedirsə, deməli, dediyiniz o məsələdir, xaricdən sifarişlər gəlir.